izahı idi. Məsələn, 51-də də non-essential bizdən qeyri-vacibləri istəyir. Məsələn, 1-də deyir ki, Marianne Evans kim ki yazdı deyir. George Eliot adı altında yazırdı. Was a great novelist, böyük bir romans idi, novelist idi. Burada ortada who-dan başlayan bu cümləni çıxarsaq belə, who wrote under the name of George Eliot, bu cümləni çıxarsaq belə, yenə də ümumi məna yerində qalır. Marianne Evans böyük novelist idi. Yəni burada artıq ortadakı cümlə vacib deyil. Olsa da olar, olmasa da olar. Bu artıq non-essential, yəni vacib olmayandır. Ona görə biri götürürük. Məsələn, həmçinin 4-də də Aristotel təlim keçmişdi Plato tərəfindən. Kim ki əsasını qoydu? Athens Akademiyasının. Bu akademiyanın əsasını qoyan Plato və ya Plato yenə eyni mənadır. Yəni burada artıq yenə who-la başlayan cümlə olmasa belə Aristotel təlim keçildi Plato tərəfindən, yenə də məna eyni qalır. Ona görə burada da who-la və ya with-lə başlayan cümlə vacib olmadığına görə non-essential hesab edirik. Qalır cavab 1-dən 4. Amma ümumi olaraq, yəni bu tərcüməni eləyə bilməsəz, tərcümədə problem yaşasaz, daha rahat yol nədir? Non-essential, essential mövzusunda non-essential vergüllə olanlardır. Yanına bir işarə qoyum. Non-essential vergüllə olan cümlələrdir. Məsələn, bax, 1-də burada vergül var. Deməli bu non-essentialdır. 4-də də vergül var, non-essentialdır. Vergül olanlar non-essential, vergül olmayanlar essential.